Aziz kardeşler, gördüğünüz kimi bugün Noaltının yağını değişecek inşallah. Yağımız hazır, filtremiz hazır. Kənd şəraiti belə olur. Gördüğünüz kimi bilmeyenler de bilsin. Düz eləmədiyim nəsə varsa da yəni ustalar tərəfindən deyilsin. Yəni açar belə bir açar tapmışam. İnşallah turba atacağım, ağzını açacağım, onu da göstereceğim. Səbirli olun. Gördüğünüz kimi açarla açtık bunu. Düzdür, boşalttım, rahat olsun. İnşallah yağımızı açacağıq. Görək yağ nə gündədir. Bir dəqiqə. Bu da yağımız. Bu da elimizin günü. İnşallah. Filtre yerini de açtık kardeşler. İndi inşallah. Ya bismillah başlayaq kardeşler. Çok yerləri çəkə bilmədim. Yəni bir əlində telefon, bir əlində yəni bunlar işləmək olmur. İnşallah qalan hər şeyi çəkəcəm. Yağımızı da əlavə edirik. Bir qəşəng yerimizi düzəldək. Ya bismillah. Yağımızı əlavə hamısını eləmirik. Sadəcə biraz maşını xotladıqdan sonra bir 5-10 dəqiqə saxlayıb maşını tam yağ süzüldükdən sonra bir dəfə yoxlayırıq. Tam urvinə çatınca yağı dabafqa eləməliyik. Yəni artırmalıyıq ki, yəni urvinə çatsın. Yəni bilməyənlər də bunu bilsin. Hardasa da səhv iş görürəmsə mənə yazsınlar yəni. İnşallah. Filtre açdım. Filtre açan yerlerini çəkə bilmədim sadəcə. Yəni bir əldə telefon alınmır. Biraz saxladım. Harca bir yarım litr saxladım. İnşallah urvinin yoxlayıb, normasını yoxlayıb qalanı da əlavə eləyərik. Sağ olun, özünüzdən müğayət olun. Allah amanında.